Salam əzizləyicilər, bugünkü avtomobilimiz 2006-cı ilin Kia Rios'udur. 1.5 turbo dizel mühərriklə. Deməli, belə bir problemi var ki, avtomobil işə düşmür, evakuatorla gəlibdir yanımıza. Belə mənim nə vecimə? Diagnostikaya salandan sonra gördük ki, ICM, yəni motorun, mühərrikin bloku əlaqəyə çıxmır. Cihazlar panelində də baxırıq ki, check engine işığı yanmır. Burada check engine işığı olmalıdır. O yanmır. Onun da yanmamağının birinci səbəbi mühərrikin blokunun ortalıqda olmaması. Belə deyək ki, ailədə olmaması. İndi biz yoxlayacaq görək problem nədədir. Baxın, bu hissə tamamilə külə dönübdür. Arxa hissəsində Orxan Usta açıbdır. Pis günə qalıbdır. İndi yeni beyin gələcək. Orxan Usta da yeni beyni köçürdəcək buna. Yəni beyni sadəcə gətirib taxmaqla deyil, immobilizer xəta kodu verir. Ona görə də gərək bu beynin immobilizerini köçürdək o birisi beyinə. Onu da köçürdəndə sizə göstərəcəyik. Biz araşdırdıq ki, bu problem nədən sonra olubdu. Birdən-birə olmadı, oturmuş söhbət edirdik. Ailə quşdan söhbət edirdik. Araşdırmalardan sonra bəlli oldu ki, dinamo yanıbdı. Ona görə də avtomobilin mühərrikin beyni yanıbdı. Orxan Usta beyni yazır. Ondan sonra da sizə göstərəcək avtomobilin kodlanmasını. Deməli, dinamonu, generatoru dəyişmişik. Akkumulatorumuz zəifdir deyə belədir. Yavaş-yavaş yığır. Avtomobili kompütera salmışıq. Avtomobildə hamısı yaşıldır. Diagnostikada heç bir xəta kodu yoxdur. İndi cihazlar panelini göstərəcəm. Burada da akkumulatorun işığı yanır. Avtomobil sönülüdür. İndi avtomobili xodlayanda o sönməlidir. Akkumulatorun işığı söndü, avtomobilimizin də voltajı normaldır. Sizdə də belə problem varsa da müraciət edə bilərsiniz. Avtomobildəki problem generatorun problemi idi. Diqqətiniz üçün təşəkkürlər.